Salam əziz tələbələr, mən Şəbnəm Qasımova. Bugün sizlərə keçirilmiş ümumi sınaq imtahanının test suallarının izahına baxacağım. İlk sualımız Unicode kodlaşdırılmasında 101 magistr ifadəsində neçə bit informasiya var soruşulur. Biz bilirik ki, Unicode ümumiləşdirilmiş kodlaşdırma sistemidir. Daxilində 65536 simvol var və Unicode'da bir simvol 2 byte ifadə edir. Biz Unicode'da verilmiş ifadədəki simvolları sayıb 2 bayta vuracaq. Əvvəlcə təyin edirik ki, Unicode ifadəsində verilmiş bu ifadə dırnaq işarələri daxilində yazılıb və Unicode'da dırnaq işarələri sayılmır. 101 simvolunda 1, 2, 3 simvol var. Boşluq sayılır 4, 5, 6, 7, 8, 9, 10 və 11 simbol görürük. 11 simbol Unicode'da veriləndə kompüterin yaddaşında 11'i 2'ye vuracaq, 22 byte yer tutmuş olur. Çünki Unicode'da bir simbol 2 byte'dır. Ona görə 11 simbolu 2'ye vurmuş olurum. Amma bizə nəticəni bitlə soruşduğuna görə 1 byte 8 bit olduğundan 22'ni 8'e vururuq. Kompüterimizin yaddaşında 176 bit yer tuttuğunu görürük. Doğru variant Y variantında göstərilmişdir. Növbəti sualımız Windows 10 əməliyyat sistemi hansı fayl sistemini dəstəkləyir soruşulur. Biz fayl sistemlərinə nəzər yetirsək, FAT16, FAT32 və NTFS fayl sistemlərinin olduğunu bilirik. FAT16, FAT32 Windows'un ilkin versiyalarında istifadə olunurdu. Amma Windows 10 əməliyyat sistemində isə hal-hazırda NTFS fayl sistemindən istifadə olunur. Çünki yeni texnologiya əsasında yaradılan fayl sistemidir. NTFS fayl sistemi FAT-la müqayisədə yüksək sürəti və etibarlılığı ilə fərqlənir. Hansı ki biz fayl və qovluqlarımızı şifrələyə bilirik, sıxa bilirik, bərpa edə bilirik. Yəni müasir texnologiya əsasında yaradılan fayl sistemidir. Böyük ölçülü fayl və bölmələri dəstəkləyir. Yəni bir çox üstünlükləri var təbii ki. Yəni hal-hazırda Windows'un onun istifadə etdiyi fayl sistemi NTFS fayl sistemidir. Növbəti sualımız SMTP və POP3 protokolları OS modelinin hansı səviyyəsində istifadə olunur soruşulur. OS biz bilirik ki, beynəlxalq modeldir. Səviyyələri var, 7 səviyyədən ibarətdir. Fiziki, kanal, şəbəkə, nəqliyyat, seans, nümayiş və tətbiqi. Ən aşağı səviyyə fiziki səviyyə, ən yuxarı səviyyə isə tətbiqi səviyyə hesab olunur. Ümumiyyətlə, ötürülən informasiyanın semantikasını təyin edən səviyyə tətbiqi səviyyədir. Yəni biz maildən kiməsə nəsə göndəririksə, yəni ən sonda bu baş verir. Yəni verilənlərin səhvlərinin aşkar olunması, verilənlərin tamlığının idarə olunması, ümumiyyətlə bu prosedurların cavabdehiliyinin uyğunlaşması xidmətləri tətbiqi səviyyədə təyin olunur. Və tətbiqi səviyyədə SMTP, POP3 protokollarından istifadə olunur. Doğru variant Y variantında göstərilmişdir. Növbəti sualımız elektron təqdimat proqramında slaydların dublikatı hansı menü ilə yaradılır soruşulur. Və biz bilirik ki, elektron təqdimat proqramı deyiləndə söhbət PowerPoint-dan gedir. PowerPoint-da bir slaydın dublikatını yaratmaq üçün biz bunu Home tabından da edə bilərik, Insert-dən də edə bilərik. Əvvəlcə sizə bunu göstərim hazırda. Burada bir info adı altında bir slayd yaratmışam. Bu slaydın dublikatını yaratmaq üçün düymə kombinasiyası olaraq Ctrl-D ilə edə bilərik. Daha sonra Home tabında Clipboard Link qrupunda burada copy'nin yanında dublikat var. Buradan da yarada bilərik. Hətta Slides Link qrupunda New Slide'ın daxilində dublikat Select Slides var. Seçilmiş slaydların dublikatını yaradır. Həmin bu New Slide, yəni Slides Link qrupu Insert Link tabında olduğundan, deməli biz Insert-dən də dublikat slide yaratmaq mümkündür. Home və Insert-dən edirik. Cavablarda yanlış Home olduğuna görə o zaman A variantını götürmüş oluruq. Doğru variant A variantında göstərilmişdir. Növbəti sualımız 320 kilobayt həcmə malik olan mətn faylı 64 səhifədən ibarətdir. Fayl 25% sıxlaşdırılarsa, fayl neçə səhifədən ibarət olar soruşulur. Ümumiyyətlə, biz sıxlaşdırarkən hər hansı bir faylımızı, yəni arxivləşdirərkən dəyişən yalnız onun həcmidir. Biz, yəni neçə kilobaytlıq fayldırsa, arxivləşdiririksə, sıxılan onun həcmi olur, həcm azalır. Həcm yaddaşda az yer tutur. Onun daxilində olan səhifə sayı dəyişilməz. Səhifələrin sayı olduğu kimi qalacaq. Fayl ilə 64 səhifədən ibarət olmuş olacaq. Doğru variant D variantında göstərilmişdir.
Növbəti sualımız, keyfiyyətini itirmədən hansı təsvirlərin ölçüsünü dəyişmək olar soruşulur. Ümumiyyətlə biz qrafik təsvirlərin növlərinə, yəni nəzər yetirsək, biz raster qrafikası bilirik, vektor qrafikası, fraktal və üçölçülü. Raster qrafikası bilirsiniz ki, yaxınlaşdırdıqda piksellərə, nöqtələrə ayrılır. Yəni şəklin keyfiyyəti aşağı düşür. Amma vektor qrafikası regulyer struktur əsasında hazırlanmış qrafikadır, xətlərdən təşkil olunub, uzaqlaşdırdıqda və yaxınlaşdırdıqda heç bir ölçü, yəni dəyişilmir, ümumiyyətlə heç bir keyfiyyət itmir. Yəni keyfiyyətini itirmədən istifadə olunan, yəni hansı təsvirlərin ölçüsünü dəyişə bilirik, o zaman vektor təsvirlərin ölçüsünü dəyişmiş oluruq. Doğru variant D variantında göstərilmişdir. Yəni uzaqlaşdırsanız da, yaxınlaşdırsanız da heç vaxt keyfiyyət itməz. Çünki xətlərdən təşkil olunub. Amma raster qrafikasında, məsələn, Paint proqramında bunu sizə göstərim əyani olaraq. Hansı ki, şəkil çəkdiyimiz zaman yaxınlaşdırdıq. Məsələn, uzaqdan bunu şəkil olaraq görürük normal olaraq. Amma biz bunu yaxınlaşdırdıqda görürük ki, piksellərə, nöqtələrə ayrılıb. Ümumiyyətlə, raster qrafikasının proqramlarından misal olaraq göstərə bilərik Paint proqramı, Adobe Paint Picture olsun, ondan sonra Adobe Photoshop olsun. Bunlar yəni raster qrafikasının proqramlarıdır ki, hansı ki biz yaxınlaşdırdıqda nöqtələrə, piksellərə ayrılır. Amma vektor qrafikasında isə uzaqlaşdırsanız da, yaxınlaşdırsanız da keyfiyyət itməyəcək. Buna da proqramlarından misal göstərsək, Corel Draw, Adobe Illustrator, ondan sonra Macromedia Freehand bu kimi proqramları misal göstərə bilərik. Növbəti sualımız B3 xanasında verilən bu düsturu B2 xanasına köçürülən zaman hansı düstur alınacaq soruşulur. Və sual Excel-dən düşüb, B3 xanasında verilən bu düstur B2 xanasına köçürürəmsə, bunları belə aşağıdan qeyd edək. B3-dən B2-yə köçürdüyümüz zaman görürük ki, sütun dəyişilməyib. B-dən B-yə sütun sabit qalıb. Amma sətir 3-dən 2-yə düşür, yəni bir vahid azalır. Deməli, mən də sütunlara dəyməyəcəm, amma sətirlərimi bir vahid azaldacağam. Bir də təkrarlayaq ki, nəyin qarşısında dollar işarəsi varsa, köçürülmələr zamanı dəyişilmir, sabit qalır. Bir də sabit ədəd köçürülmələr zamanı dəyişilməz, yəni sabit qalar. C sütunu dəyişdirməyəcəm, sabit saxlayacağam. Sətrin qarşısında dollar işarəsi olduğuna görə sətir də bu səfər dəyişilmir. Sütunun qabağında dollar yox, sətrin qabağında dollar varsa, bu qarışıq ünvandır. Ya da sütunun qabağında dollar olub, sətrin qabağında dollar yoxdursa, bu da qarışıq ünvan hesab olunur. Amma hər ikisinin qarşısında dollar işarəsi varsa, bu mütləq ünvandır. Heç birinin qarşısında dollar işarəsi yoxdursa, bu nisbi ünvan hesab olunur. Sütunlar zaten dəyişilməmişdi deyə mən də sütunu dəyişdirmədim. Sətrin bir vahid azalmışdı, amma burada görürük ki, sətrin qarşısında dollar var, deməli sabit qalacaq. Plus dollar F, sütunun qarşısında dollar var. Sütun sabit qalacaq. Zaten bizdə sütunlar onsuz dəyişilməmişdir. Amma sətrin qarşısında dollar yoxdur. Ona görə sətrimi dəyişdirirəm. Məndə sətirlər bir vahid azalmışdı. Mən də sətri bir vahid azaldıb 2 yazıram. Bir də sabit ədəd köçürülmələr zamanı dəyişilməz. Doğru variant A variantında göstərilmişdir. Növbəti sualımıza keçid edək. 8 nömrəli sual. Kompüter yalnız özündən əvvəlki və sonraki kompüterlərlə əlaqələndiyi şəbəkə topologiyası hansıdır soruşulur. Yəni tutalım, burada kompüter var, növbəti də yenə kompüter var, yenə kompüter var, tutalım, yenə kompüter var. Bu kompüter buna məlumat göndərir. Yəni özündən sonraki və özündən əvvəlki kompüterlə əlaqələndirilməsi necə topologiyadır? Halqavari topologiyadır. Yəni buna gələn məlumatları yalnız öz qonşu kompüterinə göndərir. Bunun bu kompüterə məlumat göndərilməsinə müəyyən vaxt verilir. Buna bir də zəncirvari formada bir-birlərinə bağlıdır. Yəni bu kompüterin özündən əvvəlki, sonraki kompüterlərlə əlaqələndirilən şəbəkə halqa şəbəkəsi adlanır. Ümumiyyətlə topologiya, yəni biz şəbəkə topologiyası deyiləndə ən çox istifadə olunan şindir, halqadır və ulduzdur. Bu üçündən yəni ən çox istifadə olunan topologiyalardır. Növbəti sualımız 9 nömrəli sualdır. Verilmiş alqoritmə əsasən hansı fikirlər doğrudur soruşulur. Deməli, biz burada görürük ki, şərt verilib, sonra dövrün gövdəsinə düşülüb, yenidən şərtə qayıdır və birinci şərt sonra dövrün gövdəsi gəlirsə, bu ön şərtli dövrü alqoritmdir. Birinci yazılır ki, alqoritmin icrası zamanı dövrün gövdəsi ən azı bir dəfə icra olunur.
Ola bilər ki, şərt yanlış olsun, birbaşa yox qoluna keçsin. Heç dövrün gövdəsi icra olunmasın. Ona görə ən azı bir dəfə icra olunur ifadəsi yanlış verilmişdir. Yəni ola bilər ki, heç icra olunmasın. Bir dəfə şərt doğru olduqda həyə düşür. Şərt səhv olduqda məsələn yox qoluna çıxsın, heç icra olunmasın. Verilmiş şərt doğru olduqda dövrün gövdəsi icra olunacaq, bəli. Şərt doğru olanda hə qoluna düşüb, bu zaman dövrün gövdəsi icra olunacaq. İkinci mədd doğru verdi. Ön şərtli dövr alqoritmdə bəli, birinci şərt gəlir, sonra dövrün gövdəsi gəlirsə, buna ön şərtli dövrə alqoritm deyilir. Budaqlanan alqoritm deyil, çünki dövr edir, yenidən şərtə qayıdır. Alqoritmdə nəticəblilik xəstəsi heç vaxt ödənməyəcək. Biz bilirik ki, alqoritm sonlu sayda addımlardan təşkil olunur. Yəni, alqoritmin hər zaman nəticəsi var. Ona görə doğru fikirləri soruşduğuna görə 2 və 3 doğru fikirlərdir. O da C variantında göstərilmişdir. Excel cədvəlindəki mətni Word sənədinə necə köçürmək olar? Excel-dəki mətni kopya edəcəm, yaxud da kat edəcəm, Word sənədinə köçürmüş olacaq. Burada gəlin bir Excel proqramını açaq. Biz bilirik ki, Excel-də hər hansı bir mətin yazılıb. Məsəl üçün, buraya yazıram. Bemo sualı. Bu mətni kopyalayıram, yəni Ctrl-C və yaxud da bunu clipboarddan da eləyə bilərsiniz. Və gəlib bunu Word-ə yapışdırıram tutalım. Word-ə yapışdırması üçün də Ctrl-V, yəni PES-dən istifadə etmiş oluram. Baxın, Bemo gəldi, buraya yapışdı. Deməli, mən Word-dəki mətni Word-ə köçürmək üçün, yəni Excel cədvəlindəki mətni Word-ə köçürmək üçün, Excel cədvəlindəki mətni kopya edib, yaxud da kat edəcəm, yəni mübadilə buferinə köçürüb, Word sənədinə əlavə etmiş olacam. Yəni, PES edib, Ctrl-V edib, yapışdırmış olacam. Yəni, doğru variant B variantında göstərilmişdir. Növbəti sualımız, verilmiş lent qrupu hansı lent tabında yerləşir? PowerPoint-dan düşüb, yəni təqdimat proqramı olaraq PowerPoint-da soruşdur. Customize lent qrupu, burada slide site format background görürük. Bu design tabında yerləşir. Gəlin bunu PowerPoint proqramında da əyani şəkildə sizə göstərim. Hansı ki biz burada design tabına daxil olsaq, görürük ki Customize lent qrupu var. Customize lent qrupunda burada format background var. Yəni ümumiyyətlə formatını dəyişə bilərsiniz, backgroundın, istənilən yəni formalardan istifadə edə bilərsiniz. Burada da slide size-da hansı ki slaydın ölçülərini dəyişmək olur, ilk slaydın nömrəsini dəyişdirmək olur. Bu lent qrupu görürük ki, design tabında yerləşir. Doğru variant D variantında göstərilmişdir. 12 nömrəli sual. Aşağıdakı proqramlardan hansılar sistem proqramına aiddir? Ümumiyyətlə bilirik ki, kompüterə quraşdırdığımız bütün proqramlar toplusu proqram təminatı adlanır. 3 qola bölünür. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı kompüterin işini idarə edən və informasiyanın emalı prosesdə həyata keçirən proqramlar toplusudur. Tətbiqi proqram təminatı konkret məsələlərin həllində istifadə olunan proqramlardır. Instrumental proqramlar isə yeni proqramlar yaratmaq məqsədi ilə istifadə olunan proqramlar toplusudur. Microsoft Office 2019 paketi biz bilirik ki, tətbiqiyə aiddir. Çünki biz orada konkret işlər görürük. Məsələn, Excel-də konkret hesabat hazırlayırsınız, Word-də konkret mətni yazırsınız. Yəni, konkret işlər gördüyümüz proqramlar tətbiqidir. Macintosh əməliyyat sistemi olduğuna görə, yəni kompüterin işini idarə edən proqramlara aiddir. Ona görə sistemə aiddir. Corel qrafik redaktordur. Yəni, biz orada təsvirlər yaradırıq, təsvirlər üzərində işləyirik, tətbiq edirik, konkret iş görürsünüz çünki. Utilitlər köməkçi proqramlardır. Hansı ki, backup, disk defragmenter, disk cleanup, sim information, recover bu kimi proqramlar daxildir. Unix, yəni utilitlər sistemə aiddir, sistem proqram təminatının servis qolunda öyrənilir. Unix əməliyyat sistemidir, kompüterin işini idarə edən proqramlarda sistem proqram təminatına aiddir. Quark Express nəşriyyat proqramıdır. Hansı ki, nəşriyyat proqramı mətin və qrafik redaktorlarının imkanlarını özündə birləşdirir, nəşrə hazırlıq, nəşr üçün istifadə olunan proqramlardır. Driverlar sistem proqram təminatının servis qolunda öyrənilir. Ona görə sistemə aiddir. Çünki driver nədir? Xarici qurğuların işini idarə edən proqram. Yəni, periferi qurğuların əməliyyat sistemi tərəfindən tanınması üçün istifadə olunan proqramdır. Yəni, printeri kompüterə taxdığımız zaman kompüterdə açılmırsa, biz onun driverını yükləyirik. Və bu da sistem proqram təminatına aiddir. Lotus 123
cədvəl prosessorudur və onlar tətbiqi proqram təminatına aiddir. Çünki konkret iş görürük. Adobe Illustrator da qrafik redaktordur. Yəni konkret iş görürlər, təsvirlər üzərində işləyirlər, ona görə tətbiqidir. Sistem proqram təminatı deyiləndə cavab olacaq 2, 5, 6, 7. Doğru variant B variantında göstərilmişdir. Növbəti sualımız 13 nömrəli sual. Böyük həcmdə informasiyanı saxlayan yaddaş hansıdır soruşulur. Biz bilirik ki, A variantında diktayzer verilir. Diktayzer nədir? Qrafiki planşetdir. Hansı ki, üzərində təsvirlər çəkirik. Həmin o təsvirləri kompüterə daxil edən qurğudur. Daxil etmə, yəni giriş qurğusu hesab olunur. Kontroller xarici qurğuların işini idarə edən mikrosxemdir. Anakartın üzərində yerləşir. Plotter kompüterdəki informasiyanı kağız üzərində çap edən qurğudur. Böyük ölçüdə kağızları çap edir. A0, A1, A2, A3 formatında. Barabanlı və planşetli olmaqla iki növü var. Sraymer yaddaş qurğusudur. Bizdən də yaddaş qurğusunu soruşurdu və böyük həcmdə informasiyanı yadda saxlayır. Sraymer kasetlərdə lent üzərində olan yaddaşdır. Yəni informasiya o lentin üzərinə yazılır və böyük həcmdə informasiya lentin üzərinə yazıla bilir. Hal-hazırda günümüzdə çox istifadə olunmur, çünki sürəti zəifdir və lent olduğuna görə ilişə də bilir. Ona görə amma böyük ölçüdə yəni informasiyanı yaddaşında saxlaya bilir və yaddaş qurğusudur. Xarici yaddaş qurğusudur. Skanerdəki kağız üzərindəki informasiyanı kompüterə daxil edən qurğusudur. Yəni giriş qurğusudur. Və qrafik formatda kompüterin daxilində saxlayır. Ona görə yaddaş qurğusu dediyinə görə və böyük həcmdə informasiyanı saxladığına görə doğru variant D variantında göstərilmişdir. Növbəti sualımız 14 nömrəli sual. F8 düyməsini 4 dəfə sıxdıqda nə baş verir? F8 düyməsini 2, 3, 4, 5 dəfə sıxa bilərsiniz. 2 dəfə sıxdıqda söz seçilir. 3 dəfə sıxdıqda cümlə, 4 dəfə sıxdıqda abzas, 5 dəfə sıxdıqda isə mətn bütövlükdə seçilmiş olur. 4 dəfə dediyinə görə, yəni kursorun olduğu abzas seçilmiş olur. Doğru variant D variantında göstərilmişdir. Növbəti sualımız onluq say sistemində olan 472 ədədinin yaddaşda tutduğu yerə 32 simvollu əlifbanın ən çox neçə simvolunu ifadə etmək soruşulur. Onluq say sistemində verilmiş 472 ədədinin əvvəlcə yaddaşda nə qədər yer tutduğunu müəyyənləşdirək. Həcmi yəni nə qədərdir? 472-ni əvvəlcə 2-nin qüvvəti şəklində yazıram. 4 özü 2-nin kvadratıdır. Onun üzərində də 72. Bu bizə verir 2 üstündə 144. Onluq say sistemində verilmiş bu ədəd kompüterimizin yaddaşında nə qədər yer tutduğunu bilmək üçün özündən sonra gələn ədədin qüvvət üstün götürəcəyik. Yəni 2 üstü 144, özündən sonra 2 üstü 145 gəlir. Deməli, kompüterimizin yaddaşında 145 bit yer tutur. Həzmi müəyyənləşdirdik. 145 bit. Əlifbadakı simvollara sayı verilib 32 simvol. Neçə simvoldan ifadə edir soruşulursa, yəni mətndəki simvolların sayını tapırıq. Biz bilirik ki, həcm bərabərdir. Mətndəki simvolların sayı vurulsun loqaritma 2 əsasından n. Həcmi yerinə yazıram 145 bit. Həcmin ölçü vahidi onsuz bitli ifadə olunur. Çünki n əlifbadakı simvolların sayı bitli ifadə olunduğuna görə. Mətndəki simvolların sayı soruşulur, vurulsun. Loqaritma 2 əsasından n ilə 2 n şəklində də düşünə bilərsiniz. Bəzən kitablarda 2 n yazılır. Çünki 32 simvollu əlifba deyiləndə əslində loqaritma 2 əsasından n-dir. Sadəcə biraz bəzi tələbələrin gözünə yəni qorxunc görsənir loqaritma 2 əsasından n. Ona görə onu 2 n şəklində də ifadə göstərirlər ki, daha rahat yəni tələbə yadda saxlasın. Və n-i burada üst hissəsində qeyd edirsiniz. Loqaritma 2 əsasından 32 2 üstü 5 olduğundan loqaritma 2 əsasından 2 bizə 1 verir. 5 keçir əvvələ 5 vurulsun 1, yəni 5 bit. Yəni n-i çox vaxt 2-nin qüvvətində olan bir ədəd verirlər. 2-nin qüvvətində olmayanda isə aralığa baxırıq. 2-nin hansı qüvvətləri arasında yerləşir. Özündən sonra gələn ədədin qüvvət üstü götürülür təbii ki. Yəni dediyim kimi, loqaritma 2 əsasən 2 bizə 1 verir. 5 keçir əvvələ 5 vurulsun 1, yəni 5 bit. Yəni 32-ni görən kimi 2 üstü 5 şəklində də düşünüb qüvvət üstünü götürə bilərsiniz. Bura qeyd edirəm 5. Və buradan mətndəki simvolların sayını tapmış olurum. 145-i də 5-ə böldüyümüz zaman alırıq ki 29 simvoldan ibarətdir. Doğru variant Y variantında
göstərilmişdir. Növbəti sualımıza keçirərək, Excel 2019-da göstərilmiş əmrlərdən hansı cədvəldən eyni olan sətirləri silməyə imkan verir? Bunun üçün Excel proqramına daxil olaq. Burada bir neçə sətir qeyd edirəm. Məsəl üçün tutalım 3, 7, 8, 15, 23, 67, 90 qeyd elədim, 56, 12, 11, 23, 3, daha sonra yazayım 69, 70, 90, 56, 45, 43, 12 və 1. Mən balaca cədvəl şəklində qurdum. Daha az götürdüm. Təbii ki, böyük sətirlərdə, yəni çoxlu sətirlərdən də söhbət gedə bilər. Ümumiyyətlə çoxlu sətirlər olsun və o sətirlər ki, duplikatı aradan çıxartmaq üçün biz data lent tabında, data tools lent qrupunda remove duplikat əmrindən istifadə etmiş olacaq. Hansı ki, hal-hazırdakı cədvəlimizdə hansı sətirlər təkrarlanıq görürük. Üçüncü sətirdən ən axırıncı sətir, yəni biz burada görürük hal-hazırda 6-cı sətir təkrarlanır. Və bu təkrarlanan sətirləri aradan qaldırmaq üçün remove duplikatdan istifadə edəcəyik. Hal-hazırda istifadə etdiyim sütunlar D, Y, F, G, H-dır. Burada qeyd olunur, okey edirəm. Və bir duplikat tapır, 5 isə deyir müxtəlifdir. Okey, həmin o duplikatı nə edir? Yığışdırmış olur və 5 sətir, yəni gördüyünüz kimi dalmış olur. Deməli, duplikatları aradan qaldırmaq üçün, yəni cədvəldən eyni olan sətirləri silmək üçün remove duplikat əmrindən istifadə edəcəyik. Bu da B variantında göstərilmişdir. Növbəti sualımız, hər hansı bir kataloqda test.docx faylı saxlanılmışdır soruşulur. Həmin faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra faylın tam adı bu formada olur soruşulur. Faylın yerdəyişməyə qədərki yolunda neçə alt kataloq var idi deyilir. Biz bilirik ki, C diskimizdir. Silən dişlərin arasında kataloqlar qeyd olunur. Master, kitab, Word kataloqları var. Test.docx isə faylımızın adıdır. Docx onun genişlənməsi, test də faylın adıdır. Yəni birlikdə də bunun fayl adı deyə bilərik. Deməli, hər hansı bir kataloqda bu fayl yaradılıb. Bilmirəm hansı kataloqda. Sadəcə deyilir ki, həmin faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra bu faylın yolu belə olur. Demək ki, hal-hazırda indi hansı alt kataloqun daxilindədir? Hal-hazırda indi Word alt kataloqunun daxilindədir. Yəni ən sonuncu kataloq alt kataloq adlanır. Hal-hazırda bu fayl bu kataloqun içərisindədir. Deməli, bunun içərisində daşıyandan sonra bu faylın yolu belə olur. Deməli, yerdəyişməyə qədər ki, yolunda neçə alt kataloq var idi. Yəni, sonuncu alt kataloqu silirəm. Yerdəyişməyə qədər, yəni bu alt kataloq yaradılmamışdan əvvəlki neçə alt kataloqun içində idi? Master, kitab alt kataloqlarının daxilində idi. Test.docx. Deməli, faylın yerdəyişməsinə qədər neçə alt kataloq var? 1, 2. 2 alt kataloq var imiş. Doğru variant B variantında göstərilmişdir. Növbəti sualımız 18 nömrəli sual. Aktiv pəncərələrin bağlanması üçün istifadə edilən düymələr kombinasiyası hansıdır? Aktiv pəncərəni bağlamaq istəyirsinizsə, Ctrl F4 və ya Ctrl W düymə kombinasiyalarından istifadə etmiş olarsınız. Və fayl tabında yerləşən Word-də close əmrindən düyməsi Ctrl F4 və yaxud da Ctrl W-dur. Hal-hazırdakı, yəni aktiv pəncərəni bağlamaq üçün istifadə olunur. Məsələn, indi hal-hazırda sizə göstərdim. Ümumiyyətlə, proqramı bağlamaq istəyirsinizsə, bu zaman siz proqramı bağlamaq üçün isə istifadə edəcəksiniz Alt F4 və yaxud da başlıq sətrində yerləşən X düyməsi close düyməsindən bağlaya bilərsiniz, ya da sol tərəfdə mouse'un sol düyməsini 2 dəfə tıklamaqla proqramı bağlamaq mümkündür. Bu proqramı bağlayır. Amma aktiv pəncərəni bağlamaq üçün dediyim kimi Ctrl F4 və yaxud da Ctrl W-dan istifadə edilir. Ona görə doğru variant 18-də
Baxırıq ki, Y variantında göstərilmişdir. Növbəti sualımız dünyəvi telekonferans sistemi hansıdır soruşulur. Dünyəvi telekonferans sistemi deyiləndə Usenet-dən gedir. Və Usenet bilirsiniz ki, NNTP protokolundan istifadə edir. Və NNTP protokolu, yəni hansı ki, xəbərlər bloku, yəni telekonferansiya protokoludur. Və telekonferansiya sistemi deyiləndə də Usenet-dən söhbət gedir. Usenet-in istifadə etdiyi ilə protokol NNTP protokoludur. 20 nömrəli sual verilmiş alqoritmin fraqmenti yerinə yetirildikdən sonra A plus B cəmini tapın soruşulur. Başlanğıc verilib, A-nın qiyməti 1 göstərilmişdir, B-nin qiyməti 4 mənimsədilib. B bərabərdir 1. Hansı ki, şərt blokunda müqayisə edirik. Müqayisə blokdur. 4 1-ə bərabərdirmi? Yox. A bərabərdir A vurulsun 10. A-nın qiyməti 1 verilmişdir. 1-ə 10-a vururam, alıram 10. B-nin qiyməti isə 4 verilmişdir. 4-dən 1-i çıxıram, alıram 3. Yenidən görürük ki, şərtə qayıdırıq. Şərt sonra hesablama gəlirsə, bu ön şərtli dövrü alqoritmdir. İndi bu səfər B-nin qiymətini 3 tapmışam, 3-ü yerinə qoyacam. 3 1-ə bərabərdirmi? Yenə yox. A-nın qiyməti ən son 10-da qalmışam. Hər zaman sonraki qiymətə görə hesablanılır. Əvvəlki qiymət unudulur. Onu 10-a vururam, bu səfər alıram 100. B-nin qiyməti 3-də qalmışam, 3-dən 1 çıxıb alıram 2. Yenidən şərtə qayıdıram. 2 1-ə bərabərdirmi? Yenə yox. A 100-də qalmışam. 100-ü 10-a vurub alıram 1000. Bu səfər B 2-də qalmışam. 2-dən 1 çıxıb alıram 1. Yenidən qayıdıram şərtə. 1 1-ə bərabərdirmi? Hə. A plus B cəmini soruşur. A-nın qiyməti 1000 ən son almışam. B-nin qiymətini isə 1 almışam. 1000 ilə 1-in cəmi bizə 1001 verir. Doğru variant B variantında göstərilmişdir. Növbəti sualımıza keçid edək. 21 nömrəli sual. Raster qrafikasına aid olan fayl genişlənmələrini seçin deyir. Raster qrafikası biz bilirik ki, Paint, ümumiyyətlə Adobe Picture, Adobe Photoshop bu kimi yəni proqramlara aiddir. Yəni təsviri yaxınlaşdırdıqda piksellərə, nöqtələrə ayrılır. Amma vektor qrafikası isə bilirik ki, hansı ki, regulyer struktur əsasında yaradılıb, xətlərdən təşkil olunub, uzaqlaşdırdıqda, yaxınlaşdırdıqda keyfiyyət itmir. Bunlara Adobe Illustrator, CorelDRAW, Word Picture, Macromedia Freehand proqramlara aiddir. Ümumiyyətlə, internetdə ən çox istifadə olunan raster qrafikasının aid olan yəni şəkillərə rast gəlirik. Məsələn, AI Adobe Illustrator'ında vektor qrafikasına aiddir. JDR CorelDRAW-nun genişlənməsidir, vektor qrafikasına aiddir. Amma JPG şəkillərin genişlənməsidir, raster qrafikasına aiddir. Link hansı ki, qısa yolların genişlənməsidir, çıxırıq. TIFF bilirik ki, skanerləşdirilmiş faylların genişlənməsidir. Yəni şəkli skan edib kompüterə qrafik formatda yadda saxlayır və kompüterdə yadda saxlayanda yəni raster qrafikasına aid olur. Yaxınlaşdırdıqda, uzaqlaşdırdıqda yəni şəklin keyfiyyəti itir. Yaxınlaşdırdıqda nöqtələrə, piksellərə ayrılır. BMTki Paint proqramının genişlənməsidir. Paint proqramında da yaxınlaşdırdıqda keyfiyyət itir, nöqtələrə, piksellərə ayrılır və raster qrafikasına aiddir. Deməli, doğru cavab 3, 5, 6-da göstərilmişdir. 22 nömrəli sual. Qlobal şəbəkənin hansı növləri var? Ümumiyyətlə biz bilirik ki, qlobal şəbəkə bütün ümumi dünyanı əhatə edən şəbəkədir. 4 növü var. Şəhər, regional, milli və transmilli. 1, 3, 4, 6 bizim doğru variantlarımızdır. Növbəti sualımız 22 nömrəli sual, 23 nömrəli daha doğrusu sual. Tutumu 8 kilobayt olan klasterə tutumu 3 kilobayt olan neçə fayl yerləşər soruşulur. Biz bilirik ki, bir klasterə bir fayl yerləşər. Yəni tutumu 8 kilobayt klaster olmasından baxmayaraq, neçə 3 kilobaytlıq olan faylları bunun içərisində yerləşdirə bilərəm? Bir dənəsini. Çünki bir klasterə bir fayl yerləşir. Cavab olacaq 1. 24 nömrəli sualda doğru olmayan fikirləri seçin deyilir. Vektor fayllar rasterlı fayllara nisbətən daha az yer tutur. Bəli, çünki vektorlar xətlərdən təşkil olunub. Rasterlar isə nöqtələri piksellərə ayrılır. Hər nöqtə, hər piksel yaddaşda yer tutur. Ona görə rasterlar vektorlara nisbətən daha çox yer tutur. Vektorda məlum məsələdir ki, rasterlara nisbətən az yer tutacaq. Yəni, birinci variant doğru verilmişdir. Raster təsvirlər çox hallarda vektora ixrac etmək mümkün olmur. Bəli, doğrudur. Raster təsvirləri vektora çevirmək üçün elə vektorizatorlardan istifadə olunur. Adobe Streamline, CorelDRAW kimi proqramlar buna aiddir. Yəni, hər dəfə raster təsvirdə hazırlanmış proqramı vektora çünki çevirə bilmirik. Ona görə proqramlara istifadə etmiş oluruq. İnternetdə əsasən raster təsvirlər tətbiq olunur. Doğrudur.
Adobe Streamline Corel Trace proqramları vektor təsvirləri rastra çevirmək üçün istifadə olunur. Yanlış verilib. Adobe Streamline Corel Trace proqramları raster təsvirləri vektora çevirmək üçün istifadə olunur. Yanlış yazılıb. Yerləri dəyişik yazılıb. Çünki biz bayaq da dediyim kimi raster təsvirləri çox halda vektora çevirə bilmirik. Bunun üçün vektorizatorlardan istifadə edirik. Ona görə 4 yanlışdır. Raster qrafikasında təsvirlərin əsas elementi xətt deyil, nöqtədir. Vektorlar xətlərdən təşkil olunur. Yerləri yenə dəyişik yazılıb, 5 də yanlışdır. Yanlış olan anları soruşduğuna görə 4 ilə 5 doğru olmayan fikirlərə aiddir. 25 nömrəli sual. Uyğunluğu müəyyən edin deyilir. Forums report squares verilib. Hansı ki biz bilirik ki aksesin obyektləri var. Forumlar ümumiyyətlə məlumatın bazaya daxil edilməsi və onlara baxış üçündür. Report çapdır, yəni hansı ki verilənlərin əks edilməsi, çap olunması üçün istifadə olunur. Qısa sorğudur. Sorğu əsasında verilənlərdəki, bazadakı verilənlərin seçilməsinə imkan yaradır. Deməli, ixtiyari qaydada verilənlərin toplusuna əks edilməsi, çap olması, çap sözünə yadda saxlayın ki, söhbət reports, yəni hesabatlardan gələcək. Deməli, mən ikinciyə A variantını qeyd etmiş oluram. Qısa sorğudur, seçim əsasında, yəni şərtlərə uyğun olaraq bazadakı verilənləri seçməyə imkan verir. Üçüncüyə nə yazıram? D variantını qeyd etmiş oluram. Məlumatlara daxil edilməsi, onlara baxışdakı formusdur. Birinciyə də Y yazıram. 1Y, 2A, 3D variantlarında göstərilib. B variantı, verilənlərdəki bazadakı məlumatların saxlanmasına imkan verən bəs aksesin obyekti hansıdır? Bu cədvəllərdir, table'lar. Cədvəllər soruşmadığına görə B variantını seçmirik. Verilənlər bazasında internet və lokal şəbəkə vasitəsilə işləməyə imkan veriləndə pages, yəni səhifələrdir. Bu da verilmədiyinə görə C variantını seçmirik. Doğru variantlar Y, A, D variantlarında göstərilmişdir. İmtahan suallarımız haqqında bu qədər.